2019-cu ildə 4500 kilometr məsafə idi. 4500 kilometri velosipedlə getmişsən. Bəli, tənha. Ay maşallah, tək özdə. Bəli, tək idi. Axşamlar hardasa qalırdın da? Elə olur meşədə qalırdım. Meşədə. Bəli. Yəni Finlandiyada məsəl üçün gedəndə elə olur meşədə qalırsan. Qarşına məqsəd qoydun 6 aya. Hər gün səhər saat 6-da yuxudan oyanırdın. 05:20-də oyanırdım Biləcərdə. Biləcərdən gedirdim. Onu danış, xahiş edirəm. Hər gün eyni vaxtda yuxudan oyanmalıyam, hə? Belə bir qarşına məqsəd qoydun. Xahiş edirəm onu sıfırdan danış. Yaxşı. Məncə bu proseslərdə anamın çox böyük rolu var. Anam təxminən bir 15 il 0-3 radələrində oyanırdı, qoğal bişirirdi, şirniyyat bişirirdi. Bizim daha da yaxşı yaşamağımız üçün belə deyildi. Atam bu qoğalı müəyyən yerlərə verdi, satırdıq. Və mən həmişə düşünürdüm ki, üzr istəyirəm, çox üzr istəyirəm. Ananın əlini öpürəm. Var olasın. Səhər gün gecə saat 3-də yuxudan bu neçə il davam eləmişdi? Ən az 15 il. Və görmüşdün sən bu prosesi. Bəli, mən bunu görürdüm. Nadir hallarda kömək elədiyim də olub və görürsən ki, bir adamın əlinə dəyir, yanır, narahat olursun. Görürsən ki, və mən həmişə kənarda ideal axtarmağa. Sonra başa düşdüm ki, mənim idealım elə öz evimdədir. Öz anam ki, gecə saat 3-də durub, o istidə, oruç tuturdu. Görürsən ki, qoğal xəmirini pişirə-pişirə ayət-əl küsür oxuyurdu. Mən Avropaya həmişə gedəndə qoğal şəkərbrəd apardım. Bir də bu niyə daddır? Dedim ki, anam onu sevgi ilə eləyir, dua oxuyur. Qardaşlar Mebel, daima inkişaf edən, göstərdiyi etibarlı və keyfiyyətli işinə görə müştərinin rəğbətini qazanan brend. Qardaşlar Mebel həm yüksək keyfiyyətli taxta mebeli, həm də dəmir mebeli istehsal edir. Şirkətimiz istənilən malı yüksək keyfiyyətlə və geniş çeşiddə hazırlayır. Məhz buna görə istehsal etdiyimiz məhsullar həm də ABŞ bazarına ixrac edilir. Hər zaman müştərini razı salmaq Qardaşlar Mebelin ən böyük məqsədidir. Buonasera. Buonasera. Sən də özün yaxşı bilirsən ki, bu çaya görə mən şəxsən Şri-Lankaya uçmuşam. Yaxınlarımız şu, əziz insanlarımız şu. Xahiş edirəm Don, icazə verin bu çayın satışını təşkil edək. Hacı çay, imtina edilməyəcək təklif. Salam dostlar, açar işini davam etdirir, xoş gördük. Bugün dəyərli bir qonağım var, fərqli bir xarakterdə və fərqli üslubda çalışan Ağa Mehdiyev, Alman və İngilis dilləri müəllimi, şəxsi inkişaf və ünsiyyət bacarıqları üzrə təlimçi. Ağa bəy, xoş gördük. Xoş gördük. 2012-ci ilin mart ayının 2-sində mənim bir təlimim vardı tələbələrə. Siz də orada vardınız. O vaxtdan biz tanışıq. Sonralar siz çox çətin həyat yolu keçmişsiniz. Gözümün qabağında olub. Birinci onu deyim ki, 6 ay müddətində qarşınıza məqsəd qoyub ingilis dilini öyrənmişsiniz. Özü də çox sıx qrafiklə işləmişsiniz. Siz təkcə Alman dili, İngilis dili müəllimi, şəxsi inkişaf, ünsiyyət bacarıqları təlimçisi deyilsiniz. Yəni bu epitetlər sizi düzgün təqdim eləmir. O Ağa Mehdiyev o deyil, tamam başqa bir insandır. Səyahət edən, prinsipial, çox çalışan, iradəli bir gənc mənim gözüm önündə canlanır. Məşhur kitabda da Thinking Fast and Slow Azərbaycanla tərcümə olunub. Kahnemanın Düşünmək sürətli və asta. Orada deyir ki, kesinliklə bir verişdə də o stat gətirdim o kitabdan. Deyir ki, sonda insanlar haqqında, həyat haqqında sondakı prosesdən sondakı qərar çox vacibdir. İnsanlar səni necə xatırlayır, o çox vacibdir. O çox var. Ağa Mehdiyev
deyəndə mənim zehnimə o bayaqki o gərgin çalışmaq, yorulmamaq, həyata hə demək bir çoxumuzda bu çatışmır. Allah mənə istedad verib bir çoxlarına, bir çox gənclərə sağlamdır, fiziki cəhətdən sağlamdır, mənəvi cəhətdən sağlamdır, istedadı var. İndi istedad 100 də olmasa 50 var. Nə çatışmır? Həyat eşqi çatışmır. Pozitivlik çatışmır. İnanmır ki, uğur qazanacaq. Bax, sən inanmısan o uğura və indi ingilis dili müəllimisən, alman dilini sonra öyrənib, indi tədris edirsən, tədris mərkəzi açmısan. Buyur, danış, hamısından danış bizə öyrət. Bu uğurun sirrini bizə öyrət. Yanaşmalarınıza görə təşəkkür edirəm müəllim Əlim. Çox sağ olun ki, dəvət eləmisiniz. Fikir mübadiləsi aparmaqdayıq hal-hazırda. Bu günləri xüsusən səyahətlə bağlı xüsusən məqamları qeyd etmək istəyirəm həm də. Gördüyüm odur ki, xüsusən sosial medianın inkişafından sonra dünyada səyahət etməyə, səyahətə çox böyük bir maraq yaranıb. Və əksər hallarda verilişlərə baxıram, insanların fikirlərinə baxıram, səyahətlə bağlı fikirlər tam şəkildə məni qane etmir. Çox sağ olsunlar, faydalı fikirlər, yanaşmalar da var. Daha çox səyahət əyləncə, dincəlmək istiqamətində gənclərə təqdim olunur. Fikrimcə, səyahətin daha çox tərəfləri var. Səyahətdən daha fərqli istiqamətlərdə faydalanmaq mümkündür. Necə? Səyahət prosesi özlüyündə informasiya əldə etməyi həm də kəsb eləyir. İnformasiya isə bizim qərarlarımızın qəbul olmağında, təsəvvürlərimizin yaranmasında ən öncül faktorlar. Möhtəşəm. Bizim bugün burada olmamız səbəbimiz informasiya üzərindəndir. Əla. Ünsiyyətimiz yaranıb, informasiya və buradayıq. Yəni, tamam bir fərqli məlumat, informasiya olsaydı, biz burada olmaya da bilərdik. Yaxud da elə bir məlumat birdən zəng gələr ki, tamam başqa bir yerdə ola bilərik. Yəni, informasiya, məlumat bizim təsəvvürlərimizə, rəftarlarımıza çox böyük təsir edir. Möhtəşəm. Səyahət isə informasiya bolluğudur. Əla. Biz hər hansı bir cəmiyyətə, topluma, proseslərə səyahət eləyəndə çox geniş bir formada məlumat əldə edirik. Və bu məlumat əldə etməyin ən böyük fərqi ondadır ki, bunu biz hisslər ilə yaşayaraq əldə edirik. Adətən hansı biz dil öyrənəndə də, həyat yaşayanda da hisslər ilə olanda proses bizim yaddaşımıza həkim olur. Yaddaşımızda qalır. Yalnız kitab üzərindən oxuyanda biraz çətindir. Səyahət isə yaşayırıq. Yolda filan bir kəsi görürük avtobusda gedəndə, təyyarədə, hər hansı bir mövzuda fikir mübadiləsi aparırıq, hər hansı bir ailədə oluruq, fikir mübadiləsi aparırıq və biz oradan elə bir məlumatlar əldə edirik ki, bütün bizim həyatımıza təsir edir. Misal üçün, məlumatlardan birini, xatirələrdən birini qeyd edək və görək buradan nə götürə bilərik. Misal üçün, 2019-cu ildə Estoniyadan İspaniyaya belə bir qərar qəbul eləmişəm ki, velosipedlə səyahət eləyəcəm. 2019-da. 19-cu il noyabr ayının 29-u Tallindən başlamaq fikrim var. Və gəlmişəm, mən Budapeştdən gəldim Latviyaya, Latviyadan uçmalıydım Tallin. Elə oldu ki, təyyarə bilet ki var idi, mən Tallin uçmalıydım, hamıya çatdı, bir dənə mənə çatmadı. Mənə bilet çatmadığına görə kompensasiya verdilər. Təxminən 250 avro kompensasiya oldu, yeməklə təmin elədilər və mən bir bilet getdim, özümə seçdim. Həmişə təyyarəni ən sonunda seçirəm. Yerimi seçdim. Elə oldu ki, bir insan idi, bir kişi, bir xanım ailə ilə birlikdədir. Onlar da əyləşmişlər. Söhbət elə fikir mübadiləsi. Ağa, nə edirsən? Estoniyadan İspaniyaya getmək istəyirəm. Ətraf mühitin çirkləndirilməsi, ekoloji problemlərə öz mövqeyimi sərgiləmək istəyirəm. Nə gözəl şəkil çəkdirdilər, ayrıldıq. Getdim Tallinə. Bir neçə gün qaldım. 25-26 noyabr Tallində idim. Gecə çıxdım, Tallini gəzirdim. O Christmas ərəfəsi idi. Gözəl şəhərdə olmuşam. Bəli. Getdim. Sakit şəhərdir. Çox möhtəşəm şəhərdir. Elə oldu ki, bir qədimi kafe var idi. Daxil oldum ora. Gördüm həmin insanlar oradadılar. Bəs biz səndən danışırdıq elə. Gəldim, əyləşdim. Nə edirsən bəs səyahətə başladın? Biz bir dostumuz var. Jandı, Jan da adı.
Haiba istiqamətində qalır. Sənin yolun oradan keçir. Birdən keçəndə əlaqə saxlayarsan, ola bilsin ki, orada gecələyə bilərsən. Haiba hardadır? Elə Estoniya Tallindən gedəndə Aydındır. yolun üzəri təxminən 35-40 kilometr o istiqamətdədir. Danışdıq elədik, kiminsə də ad günü idi. Üzərimdə bir dənə möhür var idi. Olan o idi. Dedim ki, buyurun. Təbrik edirəm doğum gününüzü. Bilirdilər o möhür nədir ümumiyyətlə? Sadəcə mənim üçün bu dəyərli bir məna kəsb edən bir şey. Amma onlar bilmirdilər bu nədir. Xeyr bilmirlər. Kərbəla torpağıdır. Danışdıq. Elə getdim, bir neçə gün yenə hazırlıqlar elədim, səfərimə başladım. Başlayanda mən zədələndim. Birinci 100 kilometr piyada getmişəm. 200 kilometr yüküm ağır idi. Gəldim, sonda gəldim Jangilə çıxdım. Çox yorğun halda, yəni soyuq, ayağım zədəli və təsəvvür edin ki, saat 15:55 radələrində hava qaralır və Estoniyada sən 27-28 yaşın var. Zaten adam yasamalı gecə 2-də 3-də tanımırsa istənilən bir yerdə biraz çətin olur. Mən də gəldim, belə nəfəsim kəsilib. Jan gördüm gəldi isti su ilə. Əlində isti su gətirib, bir də əlcək gətirib ki, bəs sənə yoldan gəlirsən əllərə də soyuq olmasın. Mənim üçün bu minlərlə əxlaq barədə olan təlimdən, leksiyadan daha dərin bir prosesdir. Ömrü boyu tanımadığın insana heç bir marağın, mənafeyin, heç qiyafəsindən də saqqal, papaq, bilmirəm bu kimdir də, həqiqət odur. Həmin andakı həqiqət və qar da bilirsiniz necə dondurucu şaxta. Noyabr ayında qar. Noyabr ayının 29-u başladım ya 30 neçəsi idi. Dekabrın -5-ində qədər yadımda idi, şaxta var idi. Ağa gedək apardı evlərinə. Həmin adamların dostuydu da bu. Jan. Həmin bilet gecikdim. Gecikməyə mən pul gətirdi mənə. Həm onlarla tanış oldum, həm də evdə qalmağa. Və mənim həyatımda dəyişməkdə Janın böyük rol olub. Mənə elə bir nənəsini gördüm. Rus dilində ünsiyyət qurduq nənəsi ilə. Mənə başladı yemək verdilər, kompot verdilər. O qədər xoşbəxtlik içərisində idim ki, mən o evdə elə bir öz evimdir, belə rahat bir mühit idi, ayağım zədəli idi. Onlarda bir mədəniyyət var da, Finlərdə, Estonlarda sauna mədəniyyəti var. Hələ evlərində belə varlı, dəbdəbəli bir şey də deyil. Adətən sauna Azərbaycanda deyəndə bahalı bir, sadə, meşə taxtadan qurublar, sadə, balaca bir yerdir. Orada bir 2 gün mən qaldım, ayağım özünə bərpa oldu. Nənə həmin 2 gün ərzində mənə corab toxudu ki, yol gedəndə sənin bu ayağıma elə bir kömək olar. Toxumaq falan onlarda qalıb hələ. Bəli, qalıb. Həmin nənə toxudu. Sonra mənə alma qurları qoydu ki, yolda gedəndə birdən yeməyin olmaz, içməyin olmaz. Bu alma qurlarını saxla ki. Velosipedlə gedirdin də? 100 kilometr piyada getmişəm. 100 kilometrdən sonra velosipeddən istifadə etməyə başladım. Aysan. İspaniyanın Valensiya şəhəri yaxınlığına qədər bir məsafə idi. Belə yol boyu o qədər ailələrdə adam qalırdı. Sonra bir müəllim var idi, baba. Mən onu Victor Hugo'nu xatırlayırdım. Mənim babam olmayıb həyatda. Bir Estoniyanın ailələrdən biri idi. Çörəyimə qədər yağı yaxırdı. Yağı çörəyimə yaxın. Çay verdi ki, oğlum bəs bundan iç, dincəl. Və bu proses dərin bir prosesdir. Yəni sən tənhalıqdasan, təklikdəsən, heç vaxt səni tanımayan, bilməyən, adi bir ünsiyyətdən, tamam fərqli bir ünsiyyətdən. Sonra din xadimləri olub, onlardan da İsveçrədə, Almaniyada evlərində qalmışam və s. Yəni sən bu prosesdə görürsən ki, insanların yaşayışını görürsən və çox maraqlı. Sosial mediada istər-istəməz insanın hər hansı həddə, mənim bir marağım olur da 1% hardasa bir reklamım olur. Reklam pis bir şey deyil, amma öz maraqlarım olur da. Maraqlı odur ki, onların heç bir marağı yoxdur. Heç nələri yoxdur. Amma bütün bunlara rəğmən tamamən ixlas sözü var. İxlas şəkildə gəlib adama İslamdakı ixlas. Bəli, İslamdakı ixlas tamamən sənə xidmət edirlər və düşünürsən ki, bunları bu cür saxlayan nədir? Görürsən, nə cür qalıblar bu cürünə, bu gözəl insan və mərkəzdən kənarda qalan insanlardır. Yəni Tallinnin mərkəzinə qalan deyildi. Bir 40-50 kilometr kənarda idi Jangin ailəsi. O baba da ağacların, meşələrin arasında. O baba da Estoniyada idi. Bəli, Estoniyada idi. O növbəti ikinci dayanacaqda idi. Yolda gedəndə yol boyu Estoniya arasında qarşılaşdığım şəxslərdən biri idi. O da necə olmuşdu? Onun da evində qaldın. Onun da evində qaldım. Yəni rahat qalırdım. Xidmət. Yaxınlaşdın ki, bəs mən burada qalmaq O necə olmuşdu? İnternet üzərindən bir nəfərə yazdım ki, mən bu yerdə qalmaq istəyirəm. Adı yadımdan çıxıb. Turizm mərkəzi var. Dedi ki, biz qışda bəs xidmət göstərmirik, adam az qaldığından. Dedim, eyb yox, soyuqdur yerimiz. Dedim, eyb yox, mən küçədə qalmaqdansa çox soyuq olur. Mən orada qalaram. Gəldim, çatdım, dedi ki, mən qonşumla danışdım, belə bir adam var, İspaniyaya gedir. Qonşum dedi ki, gəlsin mənim yerimdə qalsın. Elə belə saqqallı, belə əzəmətli bir dənə müəllim idi. Eston müəllim. Tək yaşayırdı? Tək yaşayırdı, bəli. Neçə yaş olardı?
Məncə 70-lərə yaxın olardı. 70-lərə yaxın olardı. Mənə də dedi ki, Riqaya gedəndə, Riqa qarışıq şəhərdir. Oradan çalış, bu yollarla get, buradan get, ora qədər. Gəlir hara çıxır məsələ? İnformasiya. Yəni informasiya və mənim burada bölüşdüyüm informasiya da digərlərinin təsəvvürlərinə, yanaşmalarına təsir edir, addımlarına. Sual odur ki, hamı belədirmi? Ümumiyyətlə, insan özü belə hər an özü deyil, dəyişə bilir də. Bəzən müsbət əməllidir, biraz sonra fərqlidir. Bəzən bizim öz daşıdığımız, bəzən deyirik, qonaq gedəndə nə yapardın? Məncə, insanın niyyəti, ədabı, əxlaqı ən böyük hədiyyədir. Gözəl. Özü ilə aparacağı ən böyük hədiyyə ki, gəldin, oturdun, nəsə ona istəmirsən verəsin. Heç ibadət vaxtı kənarda görmədən edirsən. İstəyər görərsən, yəni nəsə səmimi yaşamaq istəyirəm. Birdən maraqlanarsa sual verərəm. Bilərəm, cavab verərəm. Bilmərəm də ki, soruşaram ya da qalar. Yəni necə varsansa, mən Mövlana Cəmaləddin olduğun kimi, göründüyün kimi, olduğun kimi, mən o tam mənada, tam dəstəkləmirəm nə mənada. Necəsənsə elə qalmalı deyilsən. Pissənsə daha yaxşı olmalısan. Yaxşısansa lap yaxşı olmalısan, özün üçün. Bəli. Amma özünsən də, ünsiyyətdəsən, münasibətdəsən və bütün bunlar, yəni səyahət zamanı insanın fundamental fikri çox məncə önəmlidir. Nəyə görmək istəyirsən? Gəlsən, öyrənib tənqid eləyəsən, yoxsa tərif eləyəsən? Bu niyyətin ana özəyi məncə səyahətin ən kökü, ümumiyyətlə hər bir əməlin ən kökü buradan başlayır. Gözəl. Demək, Avstriyada bizim bir dostlardan biri var. Fərid bəydir, səhv eləmirəmsə, Salzburg şəhərində. O danışırdı mənə, deyirdi ki, burada ünsiyyətdə olduğum bir keçmiş şəhər prokuroru var. Həyat yoldaşı ilə onu biz evimizə dəvət elədik və Azərbaycan mətbəxinin təamlarını süfrəyə gətirdik. Sonra ona Quranı alman dilində bağışladıq. Getdilər 2 aydan sonra mənə zəng vurdular. Dedilər ki, görüşək. Gəldik, görüşdük. Deyir ki, sizin Quranınızda bizim İsa, bizim Məryəm, ana xristianlıqdan daha çox təqdir olunub, dəyərləndirilib. İndi bu millətlər arasında ünsiyyət, informasiya mütləq vacib. Bir də insan əyani şəkildə görür ki, insan hər yerdə insandır, ölməyibsə ömür sürür. Vaqif Səmədoğlu dedi. Onu əyani şəkildə görsən, bu çox vacibdir. Ümumbəşəri qaydalar. Bəli. Ümumbəşəri qaydalar. Universal. Bəli, bəli. Keçən illəri Finlandiya, İsveç, Norveçdən yenə velosiped səfərim var idi. Çox üzr istəyirəm, bir dənə bunu deyim, sonra siz onu deyin. Bəli, bəli. Təsəvvür edin ki, biz Azərbaycanlı olaraq bir Azərbaycanlı gənc Estoniyadan, İspaniyadan, Avstriyadan tanınmadığı insanlarla rahat ünsiyyət qurub bir yerdə gün keçirə bilirsə, heç bir problem olmursa, bəs mənim Azərbaycanımın da rayonlar cəmaatı bir-birinə niyə rahat ünsiyyət qurmasınlar? Əgər bütün insanlar, deməli bir ortaq dil var, dil. O çox vacib məsələdir. Ən böyük ortaq dildir. Elə dəyərlər var ki, səmimiyyət ən böyük ortaq dillərdir. Bəli. Buyurun, ağa, buyurun. Keçən illəri Finlandiya, İsveç, Norveç velosiped səfəri ilə gedirəm, yəni Estoniyaya gəldim. Neçə dəfə olub səfərin belə? Bir dəfə 2019-cu ildə, bir də ən sonuncu bir il əvvəl. Elə oktyabr ayında sonlandırdım. Bu ikinci idi. Səfər idi, bəli, bir il əvvəl. Ay sonra. Məsafə nə qədər olub? Sonuncu məsafə az idi. Bir ay bizim səyahətimiz olub. 2019-cu ildə 4500 kilometr məsafə idi. 4500 kilometri velosipedlə gedibsən. Tənha. Ay maşallah. Tək özdə. Bəli, tək idi. Axşamlar hardasa qalırdın da? Elə olur, meşədə qalırdım. Meşədə. Bəli. Yəni Finlandiyada məsəl üçün gedəndə elə olur, meşədə qalırsan. Yəni hər şey insan təbiətlə böyüyə bilər. Mən 2019-cu ildə Cangildə qalanda da məsəl üçün biz qar idi, ayaqalın keçib gəzirdik qarda, soyuqda gəzirdik. O mənə elə bir bütün mənim həyata baxışlarımda o proseslərin çox. Sonra mən başladım İslandiyada buzlu suda qəbul edirəm, buzlu suda bəzən istifadə edirəm. Ümumiyyətlə yol boyu gedirsən, biz siz 21-ci əsrdə yaşayırıq. Bir dəfə Avropa şəhərlərindən birində oturmuşam. O nəsə danışacaqdım, yadından çıxdı o şey. Finlandiya, Norvegiya. Onu qeyd eləyəcəm. Bir dəfə oturmuşam, görürəm şəhərdəyəm. Bir kafe idi də. Onlara balaca bir yaşıllıq yaradırlar, otursan. Özüm-özümə dedim ki, ilahi, gör,
Biz meşələri qırıb, şəhərdə bir dənə 2-3 dənə ağac qoyub ondan şəkil çəkdirib paylaşırıq ki, filan yerdə oturmuşam. Halbuki böyük meşələr əsl insanın belə deyək, inkişaf eləyə biləcəyi, özünü tanıyacağı, tapa biləcəyi yerlərdən biri məncə təbiətdir. İnsan təbiətdə kiçiliyini başa salır, başa düşür. Bütün müasir dünya bizə diktə edir ki, sən böyüksən, özün böyüksən. Sən bəli, insan böyük varlıqdır. Çünki Allah deyir ki, biz onu hörmətli yaratdıq. Fərq eləmir kimin oğlusan, kimə məxsussan, hardan gəlmisən, amma Allahdan gəlmisən deyənə, Allah yaradıb deyənə, Allaha sığınırsansa, bəli, böyüksən. Amma müasir dünya müxtəlif belə deyək, kapaqlar, mənalar yüklüdür bizim üzərimizə və insan o qədər özgüvən deməzdim də bunu. İfrata varır ki, gəlir 2-ci Dünya müharibəsini törədir rahatlıqla, konfliktlər törədir və s. Təbiət isə insanı başa salır ki, hələ sakitləş. Sən buradan gəlmisən. Sənin əsrlərin, nəsillərin. Son 100 il çıxmaq şərti ilə bizim bütün babalar, insanlar meşələrdə, çaylarda yaşayıblar, böyüdüblər və sən orada kiçiliyi başa düşürsən. İnsan kiçiliyini başa düşəndə böyüməyə başlayır əslində. Əgər bir prosesdə ki, insan davamlı özünü böyük, artıq öyrənmək istəyi olmayacaq. İnsan ki, öyrənmək istəməyəndə, sual vermək istəməyəndə geri getməyə başlayır. İnsan təbiətdə, misal üçün, musiqi industriyası var da, milyardlarla qiyməti var. O təbiətdə ki, oturursan, quşların səsi, meşənin səsi, yəni fitrəti oyadır. Sən kimsən? Böyük şəhərlər insanı, gözündə insan böyüdür. Təbiət isə adamı Allah'a xatırladır. Özünü xatırladır, keçmişliyi xatırladır, irsini xatırladır. Həm də təkəbbürlü olmamağı öyrədir. Oturursan, adi bir şeylərlə xoşbəxt ola bilirsin. Elə bir alma qurusu ilə həyata başlayırsan ki, çox şey olmadan da xoşbəxt ola bilərsin. Sudur, çayın suyudur, təmizdir. Norveçdə alma dərirdim, ağacdan yirdim rahat. Meşədə. Bəli, mən gördüm ki, vallahi o qədər az qidalanırdım ki, mən çox az qidalanmaqla insan elə çox güclü də ola bilər. Mən meşədə, mən burada elə olur ki, Azərbaycanda xəstələnirəm. Mən orada meşədə yatsırdım, soyuqda, donurdum. Amma xəstələnmirdim. Deməli, insanın qəbul etdiyi informasiya həm də görüntüdür. Görüntü öz-özlüyündə də bir informasiyadır. Necə? Yaşıllıq informasiya baxırsan, aydındır. o görüntü, təsəvvürlər, istər-istəməz sənin psixologiya var, yanaşma var. Təbiətdə gəzirsən özün tənha. Yeməyin azdır, hər şey azdır, amma xoşbəxtsən. Və tənhalıq həmişə də zəiflik deyil. Tənha olmaq istəyi, bəzən insan tənhalıq da, ümumiyyətlə, məncə insan çata biləcəyi ən böyük məqamlardan biri tənha olmaq məqamıdır. Tənhalıqda xoşbəxt ola bilmək, özü ilə ola bilmək. Adətən biz bir şey olan kimi dərhal qaçırıq kimsənin yanına danışmağa. Bu pis bir şey deyil, bu da lazımdır. Amma təklikdə özünlə problemləri çözə bilmək, danışmaq, ağaca baxıb, bəzən bir quş gəlir, dimdiyini nəsə qoyur, yoxsa ondan nəsə öyrənirsən. Hər kəsin başına alma düşməyəcək ki. Təəssüflər olsun, burada bir mötərizə arasında bir cümlə deyim, sonra sən ssenarini davam elə, çox gözəl danışırsan. Demək, o problemi mən də yaşayıram. Bakıdan konkret, Bakıda yaşayan. İndi Gəncə maşallah özü təbiətdir, Naxçıvan özü təbiətdir. Amma Bakıda biz o problemi yaşayırıq da, quru bir sanki səhrada yaşayırsan, elə bir təəssürat bəzən yaranır. Saat yarımlıq gedirsən Şamaxıya, təbiət başlayır. İlahi, insan o qədər xoşbəxt olur. Və bizdə təəssüflər olsun ki, elə düşünürük ki, təbiətdən zövq almaq üçün çox pul lazımdır bizə. Yox, çox pul lazımdır. Ən ucuz maşınla da səhər Şamaxıya gedib axşama qayıtmaq olar. Gedib piknik də eləmək olar. Piknikdə kabab yerinə, nə bilim, kartuşka qızartması da yemək olar. Əsas odur ki, sən təbiətdə olasan. Hansı prosesdəsən? Bəli. Kabab yeyib cahil qalmaqdansa, pomidor çörəklə inkişaf etmək önəmlidir. Cahil dediyim, yəni o inkişafdan məhrum olmaq olar. Aydındır. O anın cahilliyi. Aydındır. Mənim üçün orada elə su içmək daha önəmlidir, dəyərlidir. Finlandiyadayam, təsadüfən qapılardan birini, məcburuq da bu sözdən istifadə eləyək, təsadüf. Xeyli döyürəm ki, həmin gün gecələməliyəm, yerim yoxdur, bir il əvvəl. Döyürəm, görürəm cavab verən yoxdur, Adətən gedərəm, döyürəm, axırda bir kişi gəldi. Tanımadığım bir qapı. Tanımıram, yenə. Hansısa balaca bir şəhərdə yəqin. Finland Helsinkidən bəlkə də bir 50-60 kilometr. Şəhərdən bax. Yoldur. Meşədir, Finlandiya o qədər meşədir ki, bilmirsən harası şəhərdir. Helsinki xüsusi şəhərdir. Balaca bir kənd kimi yerdir də yəni. Bəli.
Döydüyüm bir adı yadımdan çıxıb maalesef. Döydüyüm gələn necə deyirəm mən Finlandiyadan İsveç, Norveç gedirəm, ətraf mühitin çirkləndirilməsi, dünyada bir sülh mövqeyindən yanaşıram da, insanlar öldürülür müxtəlif yerlərdə, günahsız insanlar. Mən buna etiraz əlaməti olaraq həm də yolumla gedirəm. Demirəm hər şeyi həll eləyəcəm, amma öz mövqeyimi göstərirəm bu məsələdə, bacardığım həddə, iki şərtlər daxilində. Ekologiya. Bəli, ekologiya, mənəvi ekologiya və həqiqətən ekologiya, hər iki ekologiya ilə bağlı. Və mənə bir yer lazımdır. Bir dənə küçə olmasın da, narahat oluram küçədə, istərsəmiz meşədir və s. Elə deyil ki, mən qorxmuram, mən meşədə qalanda qorxurdum, narahat olurdum. Bir məhəldən sonra öyrəşirsən. Artıq başımı atıb qoyuram ki, yəni səhər inşallah ki, durarıq Allah qoysa. Sağ olsun, gəldi mənə yer ayırdı. Nanotexnologiya üzrə mütəxəssis idi. Nanotexnologiya. Bir də gördüm ki, O da tək yaşayırdı. Yox, ailəsi ilə yaşayırdı. Ailəsi ilə yaşayırdı. Biraz gördüm qapıda dedi, gəl ağa, bəs 15-16 yaşlı qızı idi, yoldaşı idi. Ağa, gəl əyləş, bəs çay içsinə. Oturduq, çay içdik, söhbət elədik. Və belə ümumqlobalda, belə universal mövzularda fikir mübadiləsi aparırdıq. İngiliscə danışırdıq əlbəttə. Və mən inandırım sizə, o qədər yoldaşın üzərində o qədər həya var idi. Özləri o qədər həyalı baxışlarından, nəzərlərindən. Cavan ailə idi. Cavan ailə idi. 40-lar, 45-lər belə deyək, yaşlarda idilər və onun 15-16 yaşında qızları var idi. Qızları var idi, bəli. Danışdıq, sonra mən getdim qalmağa. Səhər gördüm ki, mənə isti paltarlar qoyublar, yolda yemək qoyublar, pul qoyublar. Pulu götürmədim, sağ olsunlar. Hər şey qoymuşdular ki, birdən yolda sənə lazım olar da, elə bir ki, istifadə eləyəsən. Və bilsiz maraqlı nədir? Mən bir status ilə ora daxil olmamışdım. Nə müəllim idim, nə varlı bir insan idim, nə bahalı maşında gedirdim. Mən sadə 45 manatlıq velosiped, 45 manat. 45 manatlıq. Bakıdan almışdın? Yox, Estoniyada. Oradan. Orada nənəsi gələcəm, nənəsindən getdik, bir dənə yerdən tapdıq. Sağ olsunlar. Onda sən əvvəl istəyirdin piyada gedəsən ümumiyyətlə. O 2019-cu ildə olmuşdu. Hə. 2020, indi 25-də, 24-də isə Aha. sırf velosipedlə getmişəm. Estoniyadan velosiped aldıq. Aydındır, aydın. Təzədən Janla görüşdün. Yenə Janla görüşdü. Yenə də mənə alma qurusu verdi. Getdilər mənə 1 saat, nənəsi 75 yaşlı qadındır. Getdilər mənə bir dənə uzaq yerdə velosiped vardı və velosiped daha ucuz başa gəlsin deyə həyətlərindən pomidor və sair almışlar ki, mübadilə kimi də keçmiş zamanlarda necə həqiqətən bu bizim biraz pul verdi. Velosiped işləmiş velosiped. İşləmiş velosiped. Allah Allah. Onunla gəldik və sonra Finlandiyada qaldıq, həmin ailədə. Sonra müxtəlif şəhərləri gedə-gedə gəlirsən, kilsəyə gedirdim, məscidlərdə qalırdım. Sağ olsun, məscidlərdə də mənə məscidlər vardı da. Məscidlər var idi. Finlandiyada, İsveçdə, Norveçdə, hər yerdə məscidlər var idi. Və əsasən Türkiyəlilər də orada yəqin ki. Somalidən var idi. Türkiyədən az idi bu səfərimdə və fərqli insanlar idi. Onların etnik yerli xalqlarından müsəlman olan azdır da yəqin ki. Müsəlman olanlar da var, olmayanlar da var. Ümumiyyətlə bu da bir ayrıca bir mövzudur da, yəni bir gəlmə mövzusu. Adətən ilk dəfə 2017-ci ildə Finlandiyaya səyahət eləmişdim. 2017-ci ildə. Ümumiyyətlə Finlandiyanın bir maraqlı tarixçəsinin başqa tərəfində deyəcəm sizə. 2017-ci ildə may ayında oradaydım. 31 getdim Finlandiyaya. İlk dəfə yadımda qalıb. Orada bir gəlmə, İraqlı gənc idi deyəsən. Gördüm ki, söhbət elədiyi və s. Saçı rəngli idi, saçını rəngləmişdi, üslubu fərqli idi. Bu yaxşıdır, pis deyil, bizim müzakirəmiz deyil də. Hiss elədim ki, bu beynəlxalq mətbuat səviyyəsində dışlanma, tənqidlər, yerli ahali tərəfindən bəzən dışlanma insanların öz identifikasiyasından, kimliklərindən qopmağına gətirib çıxaran faktorlardandır. Və səyahət zamanı da mənə görə insanın öz fundamental təfəkkürü, düşüncəsi olmalıdır səyahət edən zaman. Çünki sən həm də məlumat, həm də fərqli fikirlər toplusudur. Axı hər fikir öz-özlüyündə faydalı deyil insan. Yəni səyahət edən insan bir sabit, bir daşıyacağı düşüncə, təfəkkür olmalıdır ki, hər şeyə də hə deməli deyil. Biz hər faydalı hə deməyə hazırıq. Hər fitrətimizə, düşüncəmizə, inkişafımıza zidd olmayan bir şey hə deməyə hazırıq. Amma insanın stabil dəyər sistemi olmayanda artıq hər şeyə açıq olur. Və hər şeyə açıq olmaqda sonda öz kimliyindən uzaqlaşmaq. İraqdır, Suriyadır, vaxtdakən tarixin ən, belə deyək, sivilizasiyanın ən inkişaf etmiş mərkəzləri. Sonra müharibələr, müxtəlif faktorlar gəlib çıxardır ki, insanlar
yalnız inkişaf etməkdə ötürü harasa getmirlər. Elə deyil ki, hər kəs xoşbəxtliyindən, xoşbəxt olmaq istəyindən irəli gəlir. Konfliktdir İraqda, Suriyada, fərqli yerlərdə qardaşı ölür, atası ölür və məcburdur 10 illərlə, 20 illərlə davam edən proseslərdə insanlar məcburdurlar ki, həmin prosesdə harasa getsinlər. Orada da indi hər kəs ki 15 yaşında, 16 yaşında stabil düşüncəyə sahib ola bilməz ki, nəyəsə yönələ bilər, nədənsə uzaqlaşa bilər. Bu faktorlarda onların belə deyim sizə kimliklərinin əriməyinə, yox olmaqlarına gətirib çıxaran faktorlar. Demək, bir müəllimimiz danışırdı o vaxt, çoxdan, bir 25 il bundan qabağın söhbətidir. Deyirdi ki, Suriyaya getdik, o vaxtki Suriyadan danışırdı. Suriya kasıb bir ölkə idi, sosioloji bir faktor dedin, indi onu təsbit etmək istəyirəm. Gördük ki, gənclər daha çox Avropa meyillidir, geyimlərində falanlarında. Gəldik Qətərə, Dubaya, Küveytə, Qətərə. Gördük ki, gənclər milli geyimlərinə üstünlük verirlər. Səbəb, o müəllim deyirdi ki, bu sosioloji bir faktdır. Əgər mənim iqtisadi imkanlarım yaxşıdırsa, mən qayıdıram öz milli mədəniyyətimə. Əgər kasıbamsa, yad mədəniyyətə ilə baxıram. Ondan təsirlənirəm. Çox qəribə bir şeydir. O da çox önəmli faktorlardan. Ümumiyyətlə, gəlmə mövzusu bu gün də dünyada çox gəlmələr də, yəni xüsusən o hansı ölkədən gələnlər. Burada heç baxılmır ki, bunun iqtisadiyyata verdiyi töhfə nədən ibarətdir. Bugün Almaniya özündə minimum 300.000 işçi çatışmazlığı var. Mən özüm Alman şirkətində vaxtikən işləmişəm. Ola bilsin ki, tarixin heç bir mərhələsində mənim Alman şirkətində adım olmayacaq, amma mən ora töhfə vermişəm axı. Bəli. Mən onun inkişafına, milyonlarla qazanmağında zəhmət çəkmişəm. Eyni zamanda bütün insanlar yalnız ölkələr qazandırmır. Sən də ölkələrə qazandırırsan. Maraqlar qarşılığında proseslər gedir və siyasi faktorların, mövzuları nəzərə alsaq, bu böyle həm də manipulyasiya mövzusudur. Həmişə bir cinayət hadisəsi baş verəndə, hər hansı bir hadisə baş verəndə. Sən politologsan da, həm də ağa. Beynəlxalq münasibətlərdir də. Jurnalistika ixtisası üzrə. Bəli, təhsil almışam. Yəni, bütün o proseslər həm də bir manipulyasiya mövzusudur. Hər hansı bir proses baş verəndə həmişə onlar ön plana çəkilir. Məsələn, Norveçdə o qədər 70-ə yaxın bir insan Norveçdə qətlə yetirildi. Heç bunun üzərindən o qədər də keçirilmədi, ona terrorist adı verilmədi. İşte illər əvvəl baş vermişdi. Bəli. Amma hər hansı bir müsəlman hər hansı bir yerdə nəsə baş verəndə biz ona əleyhinəyik, tərəfdarı deyilik, amma bu çox bu qərarların qəbul olunmağında çox böyük əhəmiyyət kəsb eləyir. Məsəl üçün, qapıları bağlamaq lazımdır. Avropanın, Almaniya məsələn, get-gedə daha da məhdudlaşdırır Avropa ərazisinə gələnlərə, Almaniya ərazisindən. Burada vacibdir ki, mütləq bir insident baş versin. İnsidenti kimlərin səli ilə həyata keçirilməlidir ki, müəyyən məhdudlaşmalar baş versin. Yəni, qərarı çox rahatlıqla vermək olmur. Hər hansı bir proseslər. Burada elə özünü idarə etməyən adamlar da bu var da, əlbəttə ki var. Təbii. O ölkələrin öz vətəndaşları içərisində varsa, əlbəttə kənardan gələn insanlar da o proses olacaq. Azam, demək, növbəti dəqiqələrdə mən 2 dənə mövzuya fokuslamaq istəyirəm. Bu səyahət mövzusuna yenə qaydacağıq, istədiyim vaxt qaydarıq. Mən istəyirəm sənin özəlliyin barədə danışım, öz müşahidəm. Həm mən öyrənim, həm də bizim tamaşaçılarımız öyrənsin. Bu iradəli olmağı necə bacarırsan? Necə? Fakt deyim, bayaq dediyim, təzədən təkrarlayım. Qarşına məqsəd qoydun 6 aya, hər gün səhər saat 6-da yuxudan oyanırdın. 05:20-də oyanırdım Biləcərdən qeydim. Onu danış, xahiş edirəm. Hər gün eyni vaxtda yuxudan oyanmalıyam, hə? Belə bir qarşına məqsəd qoydun. Xahiş edirəm onu sıfırdan danış. Yaxşı. Məncə bu proseslərdə anamın çox böyük rolu var. Anam təxminən bir 15 il 0-3 radələrində oyanırdı, qoğal bişirirdi, şirniyyat bişirirdi. Bizim daha da yaxşı yaşamağımızdan ötürü belə deyildi. Atam bu qoğalı müəyyən yerlərə verdi, satırdıq. Və mən həmişə düşünürdüm ki... Üzr istəyirəm, çox üzr istəyirəm. Ananın əlini öpürəm. Var olasın. Səhər gün gecə saat 3-də yuxudan... Bu neçə il davam eləmişdir? Ən az 15 il. Və görmüşdün sən bu prosesi. Bəli, mən bunu görürdüm. Nadir hallarda kömək elədiyim də olub və görürsən ki, bir adamın əlinə dəyir, yanır, narahat olursun. Görürsən ki, və mən həmişə kənarda ideal axtarmağa. Sonra başa düşdüm ki, mənim idealım elə öz evimdədir.
Öz anam ki, gecə saat 3-də durub, o istidə, oruç tuturdu. Görürsən ki, qoğal xəmirini bişirə-bişirə ayətəl küsür oxuyurdu. Mən Avropaya həmişə gedəndə qoğal şəkərburadı apardım. Bir də bu niyə daddır? Dedim ki, anam onu sevgi ilə eləyir, dua oxuyur. Və anamın iradəsi, deyərdim, belə deyim, mənim üçün böyük nümunə idi. Başa düşürdüm ki, nəyəsə nail olmaq istəyirsənsə zəhmət çəkməlisən. Bəli. Və 05:20-də uyanırdım, gedirdim dərsimə 06:00 təxminən çatırdım. Üzr istəyirəm, yox, ora qədər bir şey qaldı, onu soruşum. Qərar verdin ki, ingilisini öyrənəcəm mən. Əsas kök hədəf hardan qaynaqlanır? Bəli. Xidmət etmək. İnsanlara xidmət etmək. Bilirəm ki, hər hansı bir şey... Neçə yaşın var idi onda? Deyim sizə, hərbi xidmətdən əvvəl 22, təxminən 21 yaş. Təxminən 21-23. Universiteti bitirmişdin də onda? Universiteti bitirməmişdim. Universitetdən əvvəl. Yəni, universitetdə oxuduğum müddət ərzində olub. İngilisini öyrənmək. Bəli. Hə. Və müəllim tapdın. Bəli, müəllim tapdım. Bir müəllim tapdın. Bəli. Elşad müəllim. Bəli, Elşad müəllim. Hə. Elşad müəllim dedi ki, mən sənə ingilisini öyrədirəm. Bəli. Heç nə bilmirdin ingilisindən. Çox azdır. Belə adətən həmişə insan deyir ki, bilirəm, amma ona bilmək Aydındır, aydındır. Deməli, və qərar aldın ki, indi onu xahiş edirəm danış. Öyrənməliyəm. Öyrənmə prosesi ümumiyyətlə mənim həyatda istənilən bir prosesi. Əgər mən bir şeydə ki, fayda verməyim varsa, bunu düşünmək məni hərəkətə gətirən faktordur. Aha. Fayda vermək. Cənnət cəhənnəm üçünmü? Bunun üçün olsa problemi yoxdur. Sadəcə olaraq mənim ağlım bundan ibarətdir ki, məsələn, siz mənə biraz hörmət eləyəndə mən də fitrət olaraq sizə hörmət eləmək istəyirəm. Mən düşünürəm ki, bu boyda kosmos, aləmlərin Rəbbi var, hər bir şeyin sahibi, ulduzları yaradan. Ağlım mənə deyir ki, bu varlığa ehtiram eləməlisən. Bəli. Bu varlığın dediyi qaydadır. Bəli. Çünki bu qədər şey eləyən, bir dənə Apple yaradana 1000 dənə alqışlayırıq, videolarını izləyirik. Bir Apple yaradana, nə bilim, MacBook yaradana mənim ağlım deyir ki, və hətta bu ağlımda yanılmış belə olsam, daha böyük bir mövzuda yanılmış oluram. Yəni ulduzları yaradanı ehtimal eləyib yanlışa varmaq daha yaxşıdır. Qəşəng nöqtədə. Nəinki MacBook-a. Qəşəng. Çox üzr istəyirəm. O şirkətdən bəzən elə olub ki, dostlar danışırlar, şirkət rəhbərləri deyir ki, biri 3 manat, 5 manat pul oğurlayıb. Deyirəm ki, az zalım balası. O lisensiyası çox oğurlar. Deyir o 3 manat, 5 manata görə də həmən adama töhmət verilir. 1000 manata görə də, yəni 3 manata görə də sən töhmət alırsan, 100.000 manata görə. Deyir, heç olmasa bu 100.000-i oğurlayardın ki, ona görə də. İndi gözəl nöqtədir, ləzzət elədi, ağa, üzr istəyirəm, davam eləyəcəksən. Mən yanılsam da, heç olmasa böyük mövzuda yanılım da. Gör, nəyə düşünmüşəm mən. Möhtəşəm, əla. Bəli, o uşaqlıqdan yenə anamın görmüşəm ki, misal üçün bir tikədə olanda bir qonaq gəlirsə, dostum gəlirsə, görmüşəm yeməyi ona verir. Nə bilim, bir ehsan, həmişə ehsan verən görmüşəm. Adi bir şey olanda da bu uşaqlıqdan beynində xidmət etmək və bunu da görən Allahdır. Qiymətdən məsələ söhbət getmir. Ana bunu eləyirdi. Ana eləyib, həmişə. Bunu dostlardan biri də öz anası haqqında danışdı. Buyur, indi yadıma düşdü O deyəcəm. səbəb olub ki, hər bir işdə sübh tezdən 05-də durmaq asan məsələ deyil, davamlı. Dura bilərsən, dərsə getmək çətindir. Yolu var bunun, qarı var, soyuğu var, çaxtası var. Xidmət etmək və şahid var. Xidmət və şahid olan var. Mükafat ayrı mövzudur. Ən görə biləcəyi varlıq görür. Bu başlayır insanı hərəkətə. Bu həm də nədən qoruyur insanı? Təqdir olunub olunmamağın önəmliliyini itirir. Adətən faydalı işlər görmək istəyən insanları yolda saxlayan təqdirsizlikdir, diqqətsizlikdir. Ay sağ ol. Sənin ən ali varlığa düşünməyin ki, şahiddir, səni proseslərdən saxlamır heç vaxt. Ay sağ ol. Bu sənə ən böyük motivasiyadır. Çox. Və hədəfdir, bunu öyrənməliyəm, bunu öyrəndiyim fayda verə bilərəm, ruzimi qazana bilərəm, ailəmə xidmət eləməliyəm. Nə etməliyəm? Həvəssizliyimizin səbəbi hədəfsizlikdir. Həvəssizliyimizin səbəbi əksər halda hədəfsizlikdir. 05-də dururdum, gəlirdim, çətinlik çəkirdim, universitetə girdim oradan. O vaxtlar biz sizinlə çox görüşürdük, fəlsəfi mövzularda fikir mübadiləsi yadıma gəlir, aparırdı, çox faydalı idi. Bizim təsəvvürlərimizin formalaşmasında elmin dəyərini həmişə bizə bölüşürdünüz. Vallahi biz siz olduğunuza görə demirəm, o düşüncələr olmasaydı, onlar da hərəsi bir qatqıdır. Bəli. Hərəsi bir qatqıdır. Və başlayırdım öyrənməyə. Kimi görürdüm ilk gündən danışmaq. Hər hansı bir dildə, istənilən bir dildə danışmağın sirri elə danışmaqdan keçir. Ay sağ ol. Anından. Mənim adım My name is Ağa. Elə bunu bilirsənsə, bunu deməlisən. Az olsun, davamlı olsun. Həm də mən velosiped sürəndə də görürdüm ki, Estoniya, Latviya, Litva, Kaliningrad, Polşa, Almaniya, İsveçrə, Fransa, İspaniya. Hər yerdən keçəndə 1-2-3 kəlmə öyrənirdim, danışırdım. Görürüm ki, həqiqətən də bu proses
danışmaqdan keçir. Bir də dəlillərdən biri kimi bunu qeyd etmək istərdim ki, dünyanın ən çətin dillərindən biri rus dilidir. Alman dilindən də çətin dildir. Rus dilini bizim hər hansı əziz qardaşımız heç müəllim kitabla tanış olmadan gedir, öz iqtisadi maraqlarından ötürü bir bazarda olur, eşidir, təkrarlayır və ingilis dilində deyil, alman dilində deyil, dünyanın ən çətin dillərindən birini danışıq üzərindən, kompleksə girmədən, heç kəsə fikir vermədən danışığa gələnmiş olur. Eynən. Mən də həmin prosesdə elədiyim həqiqətdən adətən bir yoldan keçir əksər hallarda. Bir yolu var adətən. Öyrənmə mexanizmi olaraq deyirəm. Mən də elə o prosesdən istifadə edərək başladım dilləri öyrənməyə. Kimi görürdüm danışırdım. Çinli olsun, İtalyan olsun. Bir cümlə bilirdim. My name is Ağa, I am from Azerbaijan, I live in Baku. Dayanmadan. Biri ələ salırdı, biri gülürdü. Allah ələ salanlara da kömək olsun. Çünki onun fərqindəliyi, agahlığı olsa, onu eləməz. Deyək ki, bu öyrənmə prosesindədir. Bunun səhvi olsa da bu öyrənmə prosesində səhv eləyir. Oturma prosesində yox. Bir dənə çətin sual verim. Deməli, qərara aldın ki, hər gün 0:20-də 05:20-də. 05:20-də yerimdən qalxıram və neçə gün çətin oldu yerdən qalxmaq? Belə o ilk 2 həftə olub, 3 həftə çətinlik olub. Bəzən yatıb qaldığım da olub. Bəzən olub ki, 2 dəfə yatıb qalmışam, amma tədricən hər şey öz 6 aya prosesi yekunlaşdırdın. Bəli, yekunlaşdırdım. Hər gün dərs gedirdin? 5 dəfə, həftədə 5 dəfə. Həftədə 5 gün. Müəllim dərs keçirdi. Müəllim də zəhmət çəkirdi, yuxudan dururdu, gözləyirdi. Səhər neçədə başlayırdı dərs? 06:00, bəzən 06:15-30. Niyə elə tez? Mən ona görə onu qurmuşdum ki, elə oradan elə bir beynin ən şəffaf olduğu da, belə məlumat tazə olduğu vaxtı mən müəllimdən öyrəndim. Oradan universitetə gedim, universitetdən biləcəri evə gəlim ki, bir də təzədən getməyə nə pulum çıxsın, nə də ki, vaxtım israf getsin. Aydındır. Əgər mən universitetə gəlib evə gəlsəydim, təzədən qayıtsaydım, mən beynim dolu olacaqdı. Yəni o fakt, o şeylərə görə nəzərə almışdım. Həftədə 5 gün hər dərs neçə saat çəkirdi? 1 saat. 1 saat. 1 saat. Məsələ çox vaxtda deyil, zamanda deyil, yanaşmadadır. Motivasiyadır, hədəfdir. Sonra özün işləyirdin evdə? Davamlı olaraq, yəni saatlarla. Ancaq baxırdım. Sonra bir müddətdən sonra görürsən artıq özünküləşib. Artıq bədən özü, beyin özü danışmağa başlayır. Sonra və alman dilini öyrəndin sonra? Alman dili isə Almaniyada işləyəndə almanlarla işləyirdik, ünsiyyət qururduq. Sonra da dayanmadan, yəni alman dilindən öyrənirsən. Əlbəttə ki, mənim alman dilim, ingilis dilim almandan çox mütləq. İngilis dilim çox daha yaxşıdır da. Yəni alman dilim hal-hazırda da var, yaxşıdır. Əlbəttə ki, daha da təkmilləşir. Amma sərbəst danışa bilirsən. Bəli, sərbəst danışa Alman dilində. Bəli, alman dilində. Maşallah, maşallah. Ruscan var idi da? Ruscan bəli var idi. Əvvəldən var idi? Ruscan atamın zəhməti olub Rusca öyrənməyimdə. Biz ilə rus dilində də ünsiyyət qurardı. Elə uşaq yaşlarından televizora baxırdım, ünsiyyət qururduq. Sonra da yenə də bu şirkətdə işləyəndə, mənim Rusiya ilə Alman şirkəti işləyəndə satış, marketinq məsələləri, satışa dəstəyi mən davamlı olaraq Rusiyaya səyahət edirdim. Avropa ölkələrinə. Rusiyada davamlı utanmadan, çəkinmədən. Yəni bəzi bizim problemimiz odur ki, biz utanmamalı yerdə utanırıq, utanmalı yerdə utanmırıq. Elm öyrənəm, prosesdəyəm, hər hansı bir xarici dil öyrənəm. Kim desin, kim ələ salsın, kim fikir vermək lazım deyil. Ümumiyyətlə, bu özü də bir inkişafdır. Yolunuza mütləq hər hansı bir insanlar çıxacaqlar. Bəzən dost qiyafəsində görsən insanlar, bəzən tamam fərqli insanlar ki, bizi hədəflərimizdən yayındırsınlar. Bundan zərrə qədər narahat olmaq lazım deyil. Mənim yaddaşım çox zəif olub, müəllim. Yəni, mən birinin 3 saat sərf etdiyi vaxtı mən 7-8 saat sərf etdim. Birincisi narazıydım. Özümə. Niyə görə? İlahi görürsən, niyə belədir? Bir gün başa düşdüm ki, mənim daha çox vaxt keçirməyində səbir adlı bir yatırım mənə verir. Səbir yatırımını verir. Mən oturduqca ki, səbri öyrənirsən. Səbri öyrənirəm. Və bu səbir başa düşdüm ki, zamanla həyatın ən bahalı kapitallarındandır. Yəni, düşüncədir, düşünməkdir, zamandır, bir də səbirdir. Səbri olmayan heç nəyə həyatda nail ola bilməz. Yəni, əksər hallarda bizim üzləşdiyimiz hadisələr zahirən əngəldir, zahirən problem adını üzərinə qoyuruq. Halbuki bizi ümumilikdə ana layması ilə daha şirindir. Adamı layla verir, böyüdür. Həyat isə biraz daha sərt formada bizi böyütməyin. O da bir layladır. Laylanın daha bir fərqli formasıdır. Hər şey yönəlib... Sərt müəllimdir də biraz. Sərt müəllimdir. Mütləq inkişafa yönəlib. Sadəcə niyyətimiz yaxşı olmalıdır. Sərt müəllimdir. Niyyətimiz aile olmalıdır. Hər açılan qapı biliyə görə, cəhdə görə açılmır insanın üzərinə. Mənə heç bunu burada demək istəyirəm. Mənə həmişə deyib, sən səyahət edirsənsə, dili bilirsən, mən deyim niyə görə mənim səyahət qapıları üzmə açılıb, deyim.
Mən universiteti qurtardım, gəldim, ətir satırdım. Əlimdə ətir satırdım belə də. Yəni əsgərlikdən sonrakı bir dövr idi və gündən bir günü bir miqdar pulum var idi, xaricə gedəcəkdim. Həyatımı xaricdə qurmaq istəyirdim. İnanın, pulu götürdüyüm gün bir insan var, heç xəbəri də yox idi ki, mənim pulum var da. Bir 1000 manat bəlkə pulu idi. O vaxt üçün 2015-16-cı illər 17 böyük puldu bəlkə də. Deyir ki, ağam, mən bir qəza eləmişəm. Problem yaranıb, səhhətində insanın problemi var. Bəlkə səndə pul ola. Mən seçim eləməliyim. Ya o pulla arzularımın dalıyca getməliydim, ya da ki, o insana kömək olmalıydım. O mənim üçün hər şey idi. O pul, olan, qalan hər bir şey, bütün var dövlət. O 1000 manat. O idi, 1000 manat idi. Burada isə bir insanın həyatıdır, gələcəyidir, fəaliyyətidir, ölümü, itimi, 1000 dənə proses var. Əlbəttə ki, əlbəttə ki, verməliyəm. Həmin anda düşüncə, bugün də elə o düşüncədəyəm. Və üstündən 1, 2, 3 ay keçdi, bir şey oldu, mən 10 ölkəyə səyahət elədim. O düz 10 ölkəyə səyahət elədim. Ondan bu yana mənim həyatımda səyahət dayanmayıb. Mən sizə əmin eləyirəm ki, mənim üzümə açılan qapılar, cəhdlər, çalışmalar, dil, hər şey önəmlidir. Amma mütləq verməlisən, nədənsə keçməlisən ki, və heç bir marağın olmur, istəyirsən götür. Qiymət verməyəcək, heç oğlan yadına düşməsin də. Bunu heç Allah olmasaydı belə ki, Allah var. Bu mənə yaraşan bir. Mən dedim, yəni insana yaraşan bir şey elə bunu etməkdir. Səndən narazı qalacaqlar, təqdir eləməyəcəklər, geridə qalmış bəzən hesab edəcəklər. Öyləsin. O da səni insan o vaxt narahat olar ki, biz kim adam? Gəlib İbn Sina desin ki, ağa düz otur. Mən onda narahat olaram ki, İbn Sina gəlib mənə deyir ki, ya Einstein deyir ki, ağa. Yaxşı seçim eləmisən İbn Sina. Burada Molla Sədra gəlibsin ki, ağa, burada adam elə söz deməz axı. Yəni bu adamlar çox böyük şəxsiyyətlər. Mən onları kiçiltmirəm ha. Özüm də onlardan bilirəm. Amma o da mənim kimi zəiflikləri olan insandır. O da mənim kimi yuxuya durmaqdan əziyyət çəkir. O da ac ola bilər, o da susuz ola bilər. Yəni fərqli-fərqli çətinliklərdə olur. Amma bir də var ki, bəşəriyyətdə şəhid mübariz gəldi mənə bir söz desin. Yəni bu hər şeydən keçən adamdır. Ki gəncliyini, gözəlliyini, hər bir şeyini ki, buyurun. Yəni bu cür insan, yoxsa mənlə eyni dərdləri, problemləri, psixoloji problemləri olan, bir dənə tənqiddən özünü itirən adamla mən niyə narahat olmalıyam? Düzü desə götürüm, öyrənim. Amma çox daha böyük də mənə görən adamla narahat olmalıyam. Keçən dəfə şəhidi dediniz, keçən dəfə bir şey yazmışdım Facebook statusda. Deyirəm ki, insanın vətən üçün, millət üçün etdiyi ən böyük fədakarlıqlar və xidmətlər şəhidlərin şəhadəti qarşısında çox cılız görsənir. Çox ha. Çünki adam canını verib. Sən nə qədər çalışsan da canını verməmsən. Amma o adam canını verib. Özü də şəhid mübariz o ən gözəl çağında, ömrünün ən gözəl çağı. Bu günləri müasir dünyada idman belə təbliğ olunur, yaxşı bir şeydir öz yerində. İnsan biraz, mən də idman eləyəndə istəyirəm ki, qolumu göstərim. Adam hiss gəlir. Amma sən əzəmət, qüdrət, yaraşıq, hər şey var da. Bir insanda ola biləcəyi hər şey var. Və sən qeyri-müəyyənliyə gedirsən. Bilmirsən, sabah səni təqdir eləyəcəklər. Heç nədən xəbərin yoxdur. Ölüm dəqiqdir. Hələ bir məktub yazırsan. Decision making dünyada ən önəmli qərar qəbul etmə sahələrdən biridir. Həmin şəraitdə sən qərar qəbul edirsən ki, məktub da yazıb qoyursan ki, məndən ötürü narahat olmayın, dualarda məni unutmayın. Bir mesaj da, informasiya. Hələ bir informasiya da sonra özündən paylaşırsan. Bu çox dərin məsələdir. Yəni ona görə elə şəxsiyyətlər var, onunla qarşılaşanda təbiətdir, şəxsiyyətlərdir, kiçikliyi başa düşürsən. Yavaş-yavaş sona doğru gedirik. Vaxt çox tez keçdi. Demək, mən belə anladım ki, sənin danışığından, bugünkü çıxışından, bir biznesmenin, böyük bir iş adamının potensialı səndə var. İradəsi, gücü, biznesində məşğul olmuşsan özün. Amma biznesmenlərdə olan bir şey var ki, səndə o yoxdur. Mən istəyərdim o da səndə olsun. Çox pul qazanmaq həvəsi səndə yoxdur. Düz anlamışam? Düzdür. Kaş biraz pula sevgin çox olardı və gözəl bir biznesmen olardın. Bizim də işlərimizə xeyriyyəçilik eləyərdin. Pul qazanmaq gözəldir, pul olduqca gözəldir. Sadəcə pul prosesi elədir ki, o prosesi girirsən və bir həqiqəti
anladığın an aldığın ləzzət bütün ləzzətlərdən daha üstündür. Əlbəttə. Bir andakı agahlıq ki, bir dənə əldə edirsən ki, onun ləzzəti, onun var olmağı hiss edirsən, düşüncəvi hiss edirsən. Biznes gözəldir, qazanmaq lazımdır. Nə gözəl ki, fürsət olsun, adam qazansın. Sadəcə kaş ki, adam o prosesdə böyük həqiqətlərdən məhrum olmaya. Misal üçün, əgər mən yemək yeyib yolla gedirəm, ya metroda gedirəm, çox rahat yemişəm də, ayran içmişəm. Həmin anda bir anlıq da olsa düşünə bilərəm ki, görəsən burada az adamlar da var bu metroda mənlə. Bu haldan məhrum olmağın heç bir kompensasiyası yoxdur pulundan. Yaxud da yolla gedir, bir dənə 103-dən maşın gedir də, sürətli gedir. Kimsə də yandırır işıqları. Görəsən adam bir dənə bir salavat deyirmi, misal üçün, Allah ona şəfa ver. Bu hal, bu təfəkkürü qoruyub saxlaya bilirmi özündə? Və ən gözəli nədir? O qazana o hala Qəşəng. sahib olmaq. Deyir ki, hakim olmaq, rəhbər olmaq yaxşıdır, yoxsa ədalətli olmaq, deyir, ədalətli rəhbər olmaq Ən yaxşıdır. gözəl. Əlbəttə, hər kəsdə öz potensialı daxilində o ən kamil, ən üstün yoldur. Kimdə bacarsa nə gözəl. Amma onu bacarmayıb Bu bir şey olmasa olsun. Bəli, bu heç olmasa olsun. Və biz bir şey bilirik, iki şey bilirik. Həyatda mənə görə İslamın maraqlı bir tərəfi var. Dünyanın mən inkişaf proqresini nə tərəfini bəyənmirəm, ancaq yüksələn xətt üzrədir. Ancaq bura get. Düzdür, ən böyük məqama Musa çatmazdan əvvəl qoyun otarmaqla məşğul. Sarayda idi, gəldi, qoyun otardı bir müddət, sözün yaxşı mənasında. Qoyun otarmaq böyük şərəfli bir işdir. Sonra getdi, böyük bir Fironla üzləşdi, böyük işlər gördü. Ya Yusuf görürsən ki, tamam başqa bir gəlir şəraitdə 7-8 il əziyyət çəkir. Deməli, həyatın inkişafı bizə təqdim olunduğu kimi bir mənalı, ancaq yuxarı xətt üzrə deyil. Tənəzzülü də var. Gələcəksən, zahiri tənəzzüldə nələrsə öyrənməlisən. Nəsə burada var. Kiməsə səbr eləməlisən, nəsə götürməlisən, nəsə öyrənməlisən ki, ehtiyat və azqövü topladın, yenə getdin, yenə qayıdacaqsan, yenə gedəcəksən. Musa Firona qalib gəlsə, o xətti keçsə, yenə də insanlarla orada qardaşını qoyub gedəndə Harunu ona qarşı çıxdılar, Samiri peyda oldu. Bəli. Yəni, dayanmır. Son nəfəsə qədər Həyat Akademiyasında yox. İndi burada bir məsələ var. Demək, Stephen Covey'nin məşhur kitabı var da, Azərbaycanca tərcümə olub. Mən onu tədris edirəm şirkətlərə. Yüksək effektiv insanların 7 bacarığı. O deyir ki, tarixin ən böyük rəhbərlərindən biri Yusuf Peyğəmbərdir. Stephen Covey deyir, 40 milyon tirajda satılıb bu kitab. Niyə? Çünki bütün situasiyalarda öz stabilliyini qoruyub saxladı. Bəli, deməli kölə kimi alıb satıldı qul bazarında. Orada da özünü qorudu. Nə mənada qorudu? İtirmədi özünü. Quyuda da özünü itirmədi, nə bilim, və s. və ilə axır. İndi, sonra gəldi, çatdı yüksəkliyə, rəhbər məqamına. Orada da özünü itirmədi. İndi bu Peyğəmbər misalı, indi biz Peyğəmbər deyilik axı. Bu içdən gələn enerjidir. Bayaq dedik də, mənə motivasiyanı 2 yerdən verə bilərlər. Bir özümdən, bir də kənardan. Özümdən olan motivasiya o peyğəmbəranə motivasiyadır. O Musada var, o Yusufda var, o peyğəmbərimizdə var və s. İndi bəs kənardan gələn motivasiya nədir? O da çox vacibdir. Burada ən vacib məsələ ki, özüm ona riayət edirəm həmişə, gənc dostlara da deyirəm, dəfələrlə demişik, motivasiyalı insanlarla oturub durmaqdır. Bizə ən böyük zərbəni həyatda bizi həvəsdən salan, bizi pis yollara çəkən, bizə pis vərdişləri öyrədən, bizim yanımızda pis ifadələrlə danışan, bizi həyatdan ayıran adamlardır. Onlar zəhər qatır bizim həyatımıza. Nə qədər istedadlı adam olursan ol, nə qədər savadlı, bacarıqlı adam olursan ol, get 1 ay, 2 ay, 3 ay elə adamlarına oturdur, görəcəksən ki, bütün o səndə olan nemətlər hamısı havaya uçdu, getdi. Mən tanıyıram eləncə gənclər. Adama Allah hər bir neməti verib. Bacarıq, savad, yaraşıq, hər bir şey. Amma gedib qumara qurşanıb. Niyə?
Ona görə ki, qumar oynayan bir neçə nəfərlə oturub durub, onlar öyrədiblər buna. Vəssalam. İndi o çox bütün məsələlərin kökündə həmin o iradə, motivasiya dayanır. Onu hardan tapır? Ona görə mən dönə-dönə qayıdırdım. Saat neçədə yuxudan oyanırdın? Niyə yuxudan oyanırdın? Bax, sənə o güc verən 6 ay müddətində nə idi? Mən 6 aya takılıb qalmışam. Çünki o vaxtda dedim ki, müəllim, mən 6 ay müddətində çox çətindir. Yəni, davamlı olaraq, dünyanın ən çətin işlərindən biri odur. Davamlı olaraq bir yerdə qalmaq. Dostlardan, gənc dostlarla bəzən söhbət edirik. Deyirəm, neçə ildir o şirkətdə işləyirsən? Deyir, müəllim, 8 ildir. Deyirəm, mən səni təbrik edirəm. 8 il davamlı olaraq sən bir şirkətdə çalışmısansa, şirkətin rəhbərliyinin etimadı doğrultmusansa, sən böyük adamsan. Elədir və davamlı olaraq həyat dəyişir, müxtəlif hadisələrlə qarşılaşırıq. Fikrimcə, insan gün ərzində heç olmasa müəyyən qədər təklikdə olub özü ilə düşünməyi bacarmalıdır. Təbiət harda yaşıllıq varsa orada olmaq, ümumiyyətlə düşünmək. Düşünmək hər zaman kitabla lazım deyil. Bəzən elə 2 nəfər oturmalıdır yan-bayan. Heç sakit Finlandlarda belə bir adət-ənənə var. Otururlar 2 nəfər, heç danışmırlar sadəcə olaraq. Yəni otururlar sakitcə baxırlar. Bəzən bir ocaq qalamaq lazımdır. Lap qarlı havada, samovar çayla. Sadəcə oturmaq lazımdır, həyatın sadə verdiklərinə oturub. Bəzən həqiqət hər zaman kitabda, dəftərdə deyil. Heç insanlarda deyil. Bəzən elə həqiqət gələndə gəlir yəni. Sadəcə olaraq o beyin, ruh aramlıq halında olmalı fikrimcə. Məncə həyat tərzimizi dəyişmək müəyyən məsələlərdə lazımdır. İstirahətimiz nöqteyi-nəzərdən. Bəzən elə odun 4-5 dənə taxtadır, köhnə, kəsilməyən ağaclar. Həyat evlərində yaşayanlara aiddir da bu. Bəzən elə bir yerlər ola bilər ki, adam o şəraiti özünə yaratsın, rahat olmalıdır. Bunlar beynin inkişafında çox böyük dəyər. İslandiya bizim vaxtımız azdır, bəlkə nə vaxtsa təsəvvürən lap çox danışa bilmədik. İslandiya özü çox maraqlı bir ölkədir. Azərbaycandan ora getmək maksimum 180 manatdır. Bakıdan İslandiyaya getməli. Bəli, Budapeştdən də Reykjavikə. Yəni mən 2 dəfə olmuşam orada. Dünyanın bəlkə də ən qəribə yerlərindən biridir. Cəmi maksimum 300 min əhalisi var. Ölkənin 300 min əhalisi var. Belə bir ki, siz Marsa baxırıq, belə deyək, video üzərində Marsdasınız. İnsanlar tamam fərqlidir. Yay aylarında orada hava necədir? Qaralmayana yaxın bir şeydir. Mən qışda olmuşam, çox vaxt işıqlı olur. Qışda çox soyuq olurdu, təbii ki. Lap çox soyuq. Adı İslandiya da özü amma o qədər. Qar soğuğun olanda çox güclü soğuğun olur. Amma bir gün olsun, 2 gün olsun. Amma açıq olanda da elə açıq olur və belə deyək ki, hər mühiti, müasir dünya, hətta Avropada biz özümüz adətən bina görür. Amma İslandiyada açıqlıqlardır. Çox geniş açıq buzlaqlardır, belə açıq ərazilərdir. Bəzən yaşıllıq ərazilər də var. İnsanlar fərqlidir. Yaxşı, o səyahət 180 manata getib çatdıq. Bəs o viza məsələsi var axı. Viza məsələsi də ki, bu tur şirkətlər onu həll edirlər də. Yəqin ki, yəni vizası rəsmi işi varsa insanın müraciət edib viza əldə edə bilirlər. Yaxud da başqa ölkədən vizası olan insanlar var ki, İslandiya Şengen vizası ilə də getmək olur. Şengendə də İslandiya. Hər bir Azərbaycanlıya gəncə İslandiyaya getməyi tövsiyə eləyərəm. Gedib deyə bilərlər ki, ağı biz burada heç nə görmədik. Rəsmi iş yeri olanlar tur onlara alır da. Yəqin ki, viza ala bilir. Bəli. Yəni orada ləzzət, belə xüsusi fövqəladə böyük, daha çox düşünmək yeridir, azadlıq yeridir. Dağlar görürsən, buzlaqlar görürsən, əzəmət görürsən orada. Baxır necə baxırsan həm də. Necə baxırsan. Mən bir tozam, azadam göy üzündə. Nə olsun ki, azad deyil bir adam yer üzündə. Rahim Coşun. Ağacan, başqa nəsə qaldı deməli. İnşallah nə vaxtsa gələcəkdə nəsib olar. Daha geniş müstəvidə başqa mövzularda da fikrim var saxlayarıq. Bugünkü söhbətimiz mən əminəm ki, çox səmərəli keçdi. Mən çox mətləblər öyrəndim səndən və əsas məsələ də nədir? Bir Azərbaycanlı gənc 18 yaşında, 19, 20 yaşında, 25, 30 yaşında bizim verilişə baxıb buradan həyat eşqi ala biləcəkmi? Bax, ən vacib məsələ odur. Bütün problemlərə rəğmən yaşamaq lazımdır, yaratmaq lazımdır. İkinci Dünya müharibəsindən sonra 2 ölkə məhv olmuşdu, Almaniya və Yaponiya. Amma indi həmin ölkələr dünyanın ən inkişaf etmiş 2 ölkəsidir.
ən inkişaf etmiş iki ölkə o siyasında bu iki ölkə də var da, ölkələr siyasında. Təsəvvür edin, deməli istehsal həcmi onlarda dünyada pik həddədir. Niyə belə olub? Nədir də? Bax, nədir? Ən vacib sual budur. Nədir bunları qabağa aparan? Niyə onları inkişaf ediblər? Onların istedadı bizdən çoxdur. Absurd məsələdir. Absurd məsələdir. Descartes deyir ki, ağıl bütün hamıya bərabər paylanılıb. Sadəcə insanlar ondan fərqli istifadə edirlər. Bax, nədir də? Bu sual ritorik sual deyə, müzakirə sualıdır. Ay gənc, Azərbaycanlı gənc, deyirsən ki, mən gedib xaricdə uğur qazanacam. Almaniyada, Amerikada, Avropada. Sən əgər tənbəlsənsə, ay gənc, əziz gənc, Amerikada da heç nə eləyə bilməyəcəksən, Avropada da heç nə eləyə bilməzsən. Sən birinci öyrən iradəli olmağı, motivasiyalı olmağı. Bax, bu ən çətin budur. Bu aləmdə heç... Həyat eşqi, yaratmaq eşqi, həyat həvəsi. Yoxsa ki, bu dünyanın axırı hara gedir, belə olsan, belə baxsan həyata, heç nə olmayacaq. Eynən. Yəni, bu aləmdə eləcəyimiz heç bir əməl, heç bir düşüncə itmir. Biz öz zəhmətimizi çəkəcəyik, aləm də həqiqətən öz-özlüyündə, öz gücü daxilində bizə kömək olacaq. Lazım adamlar qarşımıza çıxardacaq, lazımi vasitələr verəcək bizə. Mütləq ki, mən bunu yollarda, meşələrdə, dağlarda həmişə görmüşəm. Elə yer olub ki, az qala ürəyim partlayıb qaranlıqda da. Bir nəfər yükə burada, yol buradandır. Yəni, o qədər möcüzələrin şahid olmuşum ki, o qədər niyyəti düzgün mən deyirsən, insanlara xidmət eləyəcəm, bacardığımı eləyəcəm, yaxşı insanlara sevgi olacaq qəlbimdə, dünyanı pis vəziyyətə qoyan insanlara qəlbimdə bir nifrət olacaq. İnsan təkcə sevgisi ali deyil. İnsan gələk nifrətini kiçik mövzulara ayırmasın. Bu mənim haqqında pis şeydir də ona nifrət. Yox, gələk insan çox böyük, problemli, böyük zülmkarlara qəlbində nifrət daşısın. Bu da ona həyatına dəyər qatacaq, prinsiplər müəyyən edəcək mövzulardandır. Bunu müəyyən elədim, çalışdım. Bəzən 10 ildən sonra olacaq, bəzən mən nəsə eləyə bilərəm. 300 il sonra ola bilər. Heç nə bu aləmdə itmir. Mütləq də elə tarixdə adım qalsın, bir səhifədə. Bu da bir asılılıq yaradacaq bir şey. Ehtiyac yoxdur. Üzərimə düşən nədə anladım ki, burada bu yolu çəkmək bir ananın övladını aparmağına kömək ola bilər yoluna. Bu yolu çəkim də. Yəni, görən var. Sən çıxışında bir məqam xüsusi gedirdi. Onu inşallah növbəti bir verişlərin birində müzakirə eləyər, xidmət. Bu böyük xoşbəxtlikdir. Yəni, insanın hədəfi, həyat amalı, başqalarına xidmət ola. Məncə, ən böyük mədəniyyət budur. Ən böyük mədəniyyət budur. Ağacan, çox təşəkkür edirəm. Sözün varsa buyur. Yox. Buyur. Bizim elə bil ki, müxtəlif illərdə Türkiyədə, zəlzələdə, yanğınlarda könüllü xidmət etdiyimiz olub. Elə nəsib olar, Allah qoysa, nə demək istəyirəm? Həm də adam xidmət təfəkkürü olanda... Türkiyədə, zəlzələdə də getmişdin sən. Bəli. O niyyətlə yaşayanda da, insanda bir həddə olanda, bilirsən ki, başıma nə gəlsə də, nə də olsa bu yolda, yenə rahatam. Çünki xidmət yolunda başıma gəlib. Bu da onun psixoloji olaraq bütün bariyerləri aşmağına kömək edən faktordur. Möhtəşəm. Çox təşəkkür edirəm. Gəldin, çox maraqlı danışdın. İnşallah yenidən görüşəcəyik. Elə bu layihədə, başqa layihələrdə. Bizim Sosiologiya Akademiyasının bir neçə sponsoru var. Başda Qardaşlar Mebel gəlir. Qardaşlar Mebelin xüsusi tərifə ehtiyacı yoxdur. Yüksək keyfiyyət, nömrə 1-də Azərbaycanda. İkinci sponsorumuz Tayqa Ticarətdir, Şahplov düyüləri və Hacı çayları. Üçüncü sponsorumuz Katsan boyalarıdır. Azərbaycan brendidir bu da. Həm ev, həm də mebel boyaları istehsal edir Katsan qrup. Növbəti deməli sponsorumuz Hola və Hez sabunlarıdır. Bu da Azərbaycan brendidir. Bizdə istehsal olunur. Yüksək keyfiyyət və çox deməli optimal qiymət, sərfəli qiymət və növbəti sonuncu sponsorumuz Zeni parfum mağazalar şəbəkəsidir. Zeni parfumundan sizə hədiyyə var. Çox təşəkkür ederim. İnşallah sağlıqla. Çox sağ olun. Görüşəcəyik inşallah. Sağ olun. Təşəkkür edirəm. Mən İbrahim qardaşa da təşəkkür edirəm ki, zəhmətimizi çəkdi. Sağ olsun. İbrahim müəllim var olsun. Bizim
bütün işlərimizi, zəhmətimizi çəkir. Ümumiyyətlə Sosiologiya Akademiyasının fədaisidir İbrahim. Var olsun İbrahim. Sağ olun. Dəyərli dostlar, siz də sağ olun. Bayaq dediyim kimi bu verilişlərin əsas məqsədi həyatı bircə müzakirə etməkdir. Siz də bizə qoşulun, düşünün, bizə yazın və mən əminəm ki, Azərbaycan gənci yüksək uğurlara çatacaq. Buna inanıram. Sağ olun, Allah'a emanet qalın.